1933-cü il. Mir Cəfər Bağırov Azərbaycan Kommunist Partiyasının rəhbəri olur. Onun adı SSRİ tarixində ən mübahisəli fiqurlardan biridir. Onun hakimiyyəti dövrü iki istiqamətlə yadda qaldı. Bir tərəfdən repressiyalar. Minlərlə ziyalı, müəllim və dövlət xadimi xalq düşməni adı ilə həbs olundu və ya məhv edildi. Bu, Stalin xəttinin birbaşa davamı idi. Digər tərəfdən, ölkə sürətlə inkişaf edirdi. Bu illərdə Azərbaycan neft sənayesinin əsas mərkəzinə çevrildi. AMEA təşkil olundu. Bakı şəhərinin mədəni və elmi həyatı genişləndi. İkinci Dünya müharibəsində Azərbaycan nefti Sovet ordusunun əsas yanacaq mənbəyi oldu və cəbhədə qələbəyə ciddi təsir göstərdi. 1953-cü ildə Stalinin ölümündən sonra siyasi xətt dəyişdi. Bağırov hakimiyyətdən kənarlaşdırıldı, məhkəməyə çıxarıldı və 1956-cı ildə güllələndi. Bəs sizcə Mir Cəfər Bağırov necə rəhbər olub?